Bütün günü İranda isti otaqda oturub, Xamneyi ağaların göstərişi ilə Azərbaycanda İslam dövləti quracaq deyənlərin iç yüzü açılmaqda davam edir. Bu yaxınlarda bir molla baş çıxıb deyir ki, Şiə məscidində sünni azanı çəkilə bilməz. Və o ondan ibarətdir ki, Şiə məscidində tarix boyu Şiə azanı verilib və özlərini Şiə mənsəbinə mənsub bilən insanlar tərəfindən tikilib. Bu günlər görürük ki, biz artıq bu məscidlərdə sünni azanı verilir. Necə ola bilər ki, bir məsciddə ki, Şiə mənsəbinə məxsus bir məsciddir və bu məscidin azanı bilərəkdən dəyişilir. Bu sözləri Azərbaycanda İslam dövləti quracaq deyənlər söyləyir. Almaniyada, Berlində dini dinimizdən, millətimizdən olmayan bir ölkədə kilsədə müsəlmanların namaz qılmasına heç bir xristian etiraz etmədi. Amma Azərbaycanda İslam dövləti qurmaq istəyənlər Məhəmməd Peyğəmbərin getdiyi yolu gedirik deyən əhl-i sünnəyə qarşı belə düşmənçilik, təbliğat aparır.